Bu tipli suallar şagirdləri çox vaxt çaşdırır. Məsələn, sualda belə verir. Qonşuya xor baxan heç vaxt artmaz cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Təhlil edirik. Artmaz, kim artmaz? Qonşuya xor baxan artmaz, nə zaman? Heç vaxt. Baxırıq cavablara. Yazıb feil sifətlə, məsdər tərkibi ilə, sifətlə, ismi birləşmə ilə, feil sifət tərkibi ilə. Feili sifət və feili sifət tərkibi cavablarının olması şagirdləri çox vaxt çaşdırır. Bəs biz hardan bilək ki, bu cümlədəki söz feili sifətdir, yoxsa feili sifət tərkibidir? Nümunələrə baxaq. Tərkib nədir? Ümumiyyətlə, feili birləşmələr tərkib əmələ gətirir. Ətrafında olan sözlərlə birləşərək tərkib əmələ gətirə bilir. Feili sifət tərkibi, məsdər tərkibi, feili bağlama tərkibi. Tərkib sözü ümumiyyətlə o deməkdir ki, yəni bir var məsdər, bir var məsdər tərkibi. Sırf təkcə məsdərlə ifadə olunanda deyirik məsdər. Yox, əgər məsdərin ətrafında bir neçə söz varsa və onlar hamısı bir yerdə bir cümlə üzvü götürülürsə, buna deyirik məsdər tərkibi. Deməli, tərkib əmələ gətirmək üçün ən az 2 söz olmalıdır, 2 və daha artıq söz. Baxaq nümunələrə. Birinci cümlədə deyir, oxumaq lazımdır. Cümləni təhlil edirik. Lazımdır, nə lazımdır? Oxumaq. Mübtədanın sualına cavab verdi. Maqməkdə məsdər şəkilçisidir və ətrafında, qarşısında heç bir başqa söz yoxdur. Təkcə məsdərdir. Ona görə buna deyirik məsdər. Tərkib əmələ gətirmək üçün bir də təkrar edirəm. Deməli, ən az 2 söz olmalıdır. Müstəqil mənalı sözdən söhbət gedir. Ən az 2 söz olmalıdır. 2 və daha artıq sözü ətrafına yığıb bir cümlə üzvü kimi işlənə biləndə ona deyirik tərkib. Lazımdır. Yenə də xəbər lazımdırdır. Bəs yaxşı, hardan bilirik ki, bu söz tərkibin içərisinə daxildir? Hardan bilirik? Xəbərlə bağlı sual veririk. Əgər xəbərlə bağlı suala cavab verirsə, onu ayrıca cümlə üzvü kimi götürürük. Yox, əgər suala cavab vermirsə, onu ayrıca cümlə üzvü kimi götürmürük. Məsələn, tutaq ki, bura təkcə məsdərin altından xətt çəkdim. Mübtəda kimi, düzdür? İndi yaxşı sözüm mən ayrıca cümlə üzvü kimi götürmək istəyirəmsə, mütləq xəbərlə əlaqəyə girməlidir. Yaxşı lazımdır. Aralarında bir məntiqi əlaqə var. Xeyr, yoxdur. Çünki yaxşı sözü oxumaq sözünə aiddir. Yaxşı oxumaq. Deməli, bu sözə aiddirsə, bunu bundan ayıra bilmərik. Ona görə bir yerdə götürürük. İndi qaldığı yerdə hər kəsdən sözü. Baxaq, xəbərə sual veririk. Hər kəsdən lazımdır. Əlaqə yarandı aralarında. Hər kəsə olsaydı, məsələn, hər kəsə yaxşı oxumaq lazımdır. Kimə lazımdır? Orada ayırıb götürərdik. Çünki suala cavab verəcəkdi. Kimə lazımdır? Amma hər kəsdən lazımdır, xəbərlə bağlı suala cavab vermir. Hər kəsdən lazımdır, kimdən lazımdır? Heç bir məntiqi əlaqə yoxdur. Deməli, bu söz də əslində bura daxil olmalıdır. İndi burada bir dənə bu məsdər olsaydı, birinci cümlədəki kimi deyərdik məsdərdir. Mübtədanın ifadə vasitəsini soruşanda deyəcəkdik məsdərdir. Amma burada həm yaxşı sözü var, həm hər kəsdən sözü var. Tərkibində 3 dənə söz olduğuna görə bu cümlədə deməli mübtəda nə ilə ifadə olunub? Məsdər tərkibi ilə. Tərkib o deməkdir. Yəni ən azı 2 və daha artıq söz olmalıdır. Məsdər tərkibi ilə. Baxaq digər nümunələrə. Gördüm, xəbər. Keçərkən gördüm, nə zaman gördüm, keçərkən. Bu da oldu zaman zərfliyi. İndi baxaq, burada arkan-ərkən feili bağlama şəkilçisidir. Bu da cümlənin zaman zərfliyidir. Bu da feili bağlama olduğuna görə, demək, zaman zərfliyi feili bağlama ilə ifadə olunub. Feili bağlama ilə. İndi ikinci cümləyə baxaq. Yenə də təhlil edirik. Gördüm. Nə zaman gördüm? Dünən. İndi baxıram. Burada keçərkən sözünü yenə də götürürəm. Nə zaman gördüm? Keçərkən. Amma oradan sözünə baxaq. Gördüm, oradan gördüm, haradan gördüm. Xəbərlə bağlı aralarında məntiqi əlaqə yoxdur. Çünki oradan sözü keçmək sözünə aiddir. Oradan keçərkən.
Bu sözü bundan ayırıb başqa cürə təhlil eləyə bilmərik. Ona görə də deməli bu da feili bağlamaya aid olacaq və burada zaman zərfliyi artıq feili bağlama ilə yox, feili bağlama tərkibi ilə ifadə olunub. İndi baxaq digər nümunəyə. Oxuyan şagird uğur qazanır. Uğur qazanmaq götürdüyü bir yerdə xəbər. Kim uğur qazanır? Şagird. Hansı şagird? Oxuyan şagird. Oxuyan an, ən feili sifət şəkilçisidir. Deməli, burada feili sifətlə ifadə olunub. Təyin feili sifətlə ifadə olunub. İndi baxaq digər cümləyə. Uğur qazanar xəbər. Kim uğur qazanar? Şagird. Hansı şagird? Oxuyan şagird. Oxuyan sözünün altından xətt seçdik. İndi baxaq digər sözlərə. Görək hələ tərkibin içərisinə daxildir, yoxsa xəbərlə bağlı ayrıca suala cavab verir. Dərslərini uğur qazanır. Demək olar belə, dərslərini uğur qazanır. Demək olmaz. Çünki xəbərlə heç bir əlaqəyə girmir. Və yaxud səylə uğur qazanır. Səylə sözü uğur qazanmaq sözünə aid deyil, oxumaq sözünə aid olduğu üçün biz bunu oxumaqdan ayıra bilmərik səylə və dərslərini uğur qazanır da deyə bilməyəcəyimizə görə, deməli bunu da tərkibin içərisinə daxil edirik. Deməli burada təyin nə ilə ifadə olundu? Feili sifət tərkibi ilə. Demək, bu tip nümunələrdə diqqətli olmaq lazımdır. Bir də təkrar eləyirik. Tərkib o deməkdir ki, yəni ən az 2 və daha artıq söz olmalıdır tərkibində. Əgər təkcə məstərlə, feili sifət və feili bağlama ilə ifadə olunubsa, bir sözdən ifadə olunubsa, ona deyirik məstər, feili sifət, feili bağlama ilə ifadə olunub. Yox, əgər tərkibində 2 və daha artıq söz varsa, ona deyirik məstər tərkibi, feili sifət tərkibi və feili bağlama tərkibi ilə ifadə olunub. İndi qaydaq bayaqçı suala, sualın cavabını tapaq. Qonşuya xorbaxan heç vaxt artmaz cümləsinin mübtədası nə ilə ifadə olunub? Artmaz. Kim artmaz? Xorbaxan artmaz. Qonşuya xorbaxan. Qonşuya artmaz demək olar. Qonşuya artmaz demək olmaz. Bayaqçı dediyim kimi məntiqi əlaqə yoxdur aralarında. Ona görə də qonşuya xorbaxan bir yerdə mübtəda götürülür. Artmaz, kim artmaz? Qonşuya xorbaxan artmaz. Nə zaman artmaz? Heç vaxt artmaz. Deməli, A bəndində yazıb feili sifət. Baxan sözündəki an, ən şəkilçisi həqiqətən də feili sifət şəkilçisidir. Amma biz bayaq dedik axı tərkib əmələ gətirəndə ən az tərkibində 2 və daha artıq söz olmalıdır. Deməli, burada da təkcə baxan sözü olsaydı, feili sifət götürəcəkdi. Amma qonşuya xor baxan, üçü də bir yerdə mübtəda olduğuna görə, deməli, feili sifət deyil burada. Feili sifət tərkibidir. Ona görə də burada 3-də olacaq cavab E bəndi.